Igor Fyodoroviç Stravinski 1882-ci ilin 5 iyun tarixində Peterburq yaxınlığında Oranienbaumda görkəmli opera artisti Stravinskilər ailəsində anadan olmuşdu. Gələcək bəstəkarın uşaqlıq illərinin müxtəlif musiqi təəssüratları içərisində atasının sənəti ilə əlaqədar onun tanış olmaq imkanının yarandığı opera əsərləri görkəmli yer tutmuşdu. Ailə yay aylarını kənddə keçirərkən eşitdiyi xalq mahnıları da onun şüurunda çox böyük yer almışdı. Stravinski 9 yaşında fortepianoda çalmağı öyrənmişdi. O hələ öz musiqi fikrini yaza bilmədiyi halda tezliklə improvizə etməyə başlayırdı. Onun ilk bəstəkarlıq cəhdləri 16 yaşına təsadüf edir. Stravinski gimnaziyanı bitirdikdən sonra valideynlərinin istəyinə uyğun olaraq Peterburq Universitetinin hüquq fakültəsinə daxil olur. Onun universitet yoldaşları arasında Rimski-Korsakovun kiçik oğlu da mövcud idi. Məhz onun vasitəsilə Stravinski böyük bəstəkarla tanış ola bilir. Rimski-Korsakov ona harmoniya və kontrapunkt üzrə tələbələrinin biri ilə məşğul olmağı məsləhət görür. Özü isə instrumentavka və bəstəkarlıq dərsləri üzrə rəhbərliyi öz üzərinə götürür. Bu dərslər 1902-1903-cü illərin qışında başlayır və təxminən 3 il davam edir. Stravinskinin Rimski-Korsakov və onun ailəsi ilə təması böyük ustadın vəfatına qədər davam edir. Stravinski 1907-ci ildə özünün birinci iri həcmli əsərini Mi bemol major simfoniyasını tamamlayır. Üslub baxımından hələ o qədər də sərbəst olmayan simfoniya, müəllifin rus klassiklərinin ənənələrini mənimsədiyi, xüsusilə özündə Qlaznov və Çaykovski simfonizminin təsirlərini əks etdirirdi. Bəstəkarın yaradıcı inkişafı üçün yaxın illərdə yeni estetik cərəyanlarla tanışlığı böyük əhəmiyyət kəsb edirdi. O, incəsənət aləmi, müasir poeziya qrup sənətkarlarının yaradıcılığı ilə yaxından maraqlanırdı. Zilotinin konsertlərində və müasir musiqi gecələrində o, fransız bəstəkarlarının, xüsusilə Debussinin əsərlərindən parlaq təəssüratlar alırdı. Rimski-Korsakovun orkestr prinsiplərinin mənimsənilməsinin, fransız musiqi impressionizminin dərkindən alınan elementlərlə uyğunluğu gənc Stravinskinin üslubunda mühüm dəyişikliklər gətirirdi. Bu, 1908-ci ildə yazılan iki kiçik orkestr əsərlərində Fantastik Scherzo və xüsusilə Feuerwerkdə əks olunur. Burada orkestr tembrləri ilə virtuoz bacarığın təqdimi, koloristik elementlərin musiqi məzmununun aparıcı daşıyıcısı roluna irəli çəkilməsi artıq yaxın illərdə Stravinski yaradıcılığının gedəcəyi istiqamətdən xəbər verirdi. Stravinskinin taleyində həlledici rolu Diagilevlə tanışlıq oynayır. Böyük təşkilati bacarıqları olan enerjili xadim Diagilev görkəmli rəssamları, musiqiçiləri və balet artistlərini öz ətrafına cəlb edə və toplaya bilir. O hələ 90-cı illərdə bədii sərgilərin və İncəsənət Aləmi jurnalının bilavasitə yaranmasının təşkilatçılarından biri idi. 900-cü illərdə Diagilev öz fəaliyyət sahəsini genişləndirər, onu Rusiya sərhədlərindən kənara çıxarır. 1907-ci ildə Parisdə Rus musiqi konsertlərinin silsiləsini keçirdikdən sonra o, Rus mövsümlərinə rəhbərlik etməyə başlayır. Diagilev Stravinskiyə Simur quşu və Ölməz Kaşi haqqında xalq nağılı motivləri əsasında özünün fikirləşdiyi milli fantastik balet yazmağı təklif edir. Ssenarini rəssamlar Benoit, Golovin və digərlərinin iştirakı ilə Fokin tərtib edir. Golovin dekorasiya və geyimlərin eskizini yaradır. Stravinski böyük həvəslə və qısa müddətdə baletin musiqisini yazır. Jar Ptitsanın premyerası 1910-cu ildə Parisdə baş tutur. Bu, Stravinskinin balet janrına ilk müraciəti idi və bu janr onun yaradıcılığında yaxın illərdə aparıcı yer tutur. Baletin hələ ki Rimski-Korsakov və qismən Mussorgski ənənələri ilə
əlaqələri aydın hiss olunsa da, bu əsər bəstəkarın yaradıcılıq inkişafından nəzərə çarpacaq bir sıçrayış elədi. Bu vaxtdan etibarən Stravinski Diaghilev ilə uzun müddət işbirliği apardı. Düz bir il sonra 1911-ci ilin iyununda Parisdə bəstəkarın ikinci Petruşka baleti səhnəyə qoyulur. Ssenarini bəstəkarla birlikdə Benoit tərtib edir. Dekorasiya və geyimləri də Benoit hazırlayır. Baletmeister qismində yenə də Fokin, Petruşka obrazını isə Nijinsky ifa edirdi. Petruşka ilə Stravinskinin yaradıcılığı tam yetkinliyə çatır. Bu əsərin partiturası 1912-ci ildə tamamlanır və 1913-cü ildə Parisdə tamaşası baş tutur. Xaricdə olduğu dövrün yaxın illəri ərzində Stravinskinin milli tematika, xalq musiqisi və poetik mənbələr ilə yaradıcı əlaqələri hələ də qalırdı. Onun folklor mətnləri üzrə bir sıra vokal instrument silsilələri və bir neçə musiqili səhnə əsərləri, eyni zamanda Mavra komik operası mövcuddur. Eyni zamanda Stravinskinin yaradıcılığında bir sıra yeni estetik və üslub tendensiyaları nəzərə çarpır. Onlar tədricən bəstəkarı Rus tematikasından və onun erkən yaradıcılıq yolunu müəyyən edən bədii prinsiplərdən uzaqlaşdırır. Petruşka baleti. Həmmüəlliflərdən birinin Benoit'ın adlandırdığı kimi, bu balet 1830-cu illərdə xristianlarda Pəhriz bayramı həftəsində baş verən xalq şənliyində hadisələr cərəyan edir. Əsas iştirakçılar kuklalardır. Onların arasında olduqca sadə, hətta adi dram baş verir. Bu, Petruşkanın onun rədd edən və sonra da rəqibi olan zənciyə üstünlük verən xalq teatrının ənənəvi personajı, balerinaya olan bədbəxt sevgi əhvalatıdır. Dramın fonu şənlənən rəngarəng kütlənin Maslenitsa gəzintilərini geniş təsvir edən lövhələrdir. Niyyətin məğzi bədbəxt Petruşkanın daxili tənhalıq mövzusunun, onu əhatə edən dünyanın kobud və qəzəbli Arapın, Yelbeyin balerinanın, onların ümumi sahibi Foxnikin və laqeyd şənlənən kütlənin ona qarşı olmasının açılışıdır. Petruşka baleti 4 şəkilli, əyləncəli səhnələrdən təşkil olunmuşdur.